Dəyərli xanımlar, sizi salamlayıram. Bugün çox fərqli üsulla karamel hazırlamışam. Keçə hazırlama qaydasına. Deməli, bir tavaya 2 stəkan, 200 qramlıq stəkan şəkər tozu əlavə edib qazı dərəcəsini bu xodda, yəni nə çox iti, nə də çox zəif olmayan bir ateşdə qoyuram. Şəkər tozu əridikcə kənarlarından hiss olunur və bu formada qarışdırıram. Qarışdırmağa heç qorxmayın. Bəzən deyilir ki, qarışdırmaq olmaz, yəni özü ərisin. Yəni fərqi yoxdur. Qarışdırmasanız da olar. Əksinə qarışdırmayanda ola bilər eyni yerdən şəkər tozu qaynayır, eyni yerdən əriyir. Bu kənarları əriyənə qədər həmin qaynayan hissə rəngi qarala bilər. Yəni onda karamel acı dadar. Elə məsləhət budur ki, biraz əriməyən kənarlarından hiss elədiniz ki, şəkər tozu əriyib. Qarışdırın və heç də narahat olmayın. Axıra qədər bu formada qalsa, qarışdıra-qarışdıra içində heç bir qəndi zadı, yəni möhkəm şəkər tozu qənd olmuş halda qalmayacaq. Tam əriyəcək. Əridikdən sonra üzərinə 120 qram kərə yağını da əlavə edirəm. Qarışdırıram yağ əriyənə qədər və 2 stəkanda eynən hansı ki şəkər tozu istifadə eləmişdim. Həmən stəkanda 2 stəkan qaymaq əlavə edirəm. Deməli, şəkərin üzərinə 1 stəkan qaymaq əlavə edirəm. Biraz qarışdırıram. Burada da yenə bərkimə gedir. Heç bir narahatçılığa səbəb yoxdur. Qaynaya-qaynaya əriyəcək. Daha sonra 2-ci stəkanı əlavə edirəm. İstəsəniz ki, bu bərkimə olmasın, yəni qaymağı isti eləyib, isti formada əlavə edə bilərsiniz. Onda yəni bu şəkər tozu çox elə qəndə dönüb bərkiməyəcək. Yarım çay qaşığı da duz əlavə edirəm. Tam əriyənə qədər yenə qaynadıram. Qazın xoduna da əl dəymirəm. Eynən əvvəldən hansı atəşin xodunu qoymuşdum, qazın xodunu həmən xodda da qalıb. Tam əriyir, qaynayıb əriyir. Əridikdən sonra biraz qaynayır və hardasa 3-4 dəqiqə qaynayır. Üzərinə mən bir dolu xörək qaşığı qlikoza əlavə edirəm. Bunu ona görə əlavə edirəm ki, bəzi xanımlarımız, yəni termometri istifadə eləmir, ev xanımları karamelin kıvamını tutuzdura bilmir. Yəni kimsə qatı istəyir də karameli. Çox vaxt hazırlayanda xanımlar deyir ki, çox duru olur. Yəni tortun arasına, biskvitin arasına karamel istifadə edəndə duru olur, dağılır. Yəni qatı olsun deyə. Bu ən rahat formadır ki, glikoza əlavə edirsiniz bir xörək qaşığı və biraz qaynadıqdan sonra qaşıqla yoxlayırsınız. Damcılar biraz ağır-ağır düşürsə, demək ki, hazırdır. Hazır olduqdan sonra deməli ayrı bir qaba əlavə edirəm və blenderlə qarışdırıram. Burada blenderlə qarışdırıram isti-isti və daha sonra gözləyirəm. Biraz soyuyandan sonra yenidən qarışdırıram. Çox gözəl, qatı bir karamel alınır. Mən burada hələ karamel tam soymamış sizə çəkiliş etmişəm. Soyuyandan sonra tamam belə qatı olur. Elə bir ki, Snickers tortu zadı hazırlayanda arasına necə ki fıstıq əlavə edib qarışdırırlar. Snickers içliyi kimi eynən həmən formada qatı bir karamel alınır. Dəyərli xanımlar, bir sirri də sizə deyim. Əgər sizin karameliniz daha çox möhkəm olub, soyuyub, bərk halı, iris kimi qatı olursa, siz onu tortun arasına istifadə etmək istəyirsinizsə, həmən karamelin içərisinə biraz ya qaymaq, ya süd əlavə edib yenidən blenderlə qarışdırıb axıntı halına gətirə bilərsiniz. Burada yarım çay qaşıq duz istifadə eləmişəm. Həmən duz çox möhtəşəm, gözəl bir dad verib karamelə. İnşallah siz də bu qaydada hazırlayın, çox bəyənəcəksiniz.